Salam, xoş gördük hər birinizi. Bugün Ümumi Təhsil Məktəblərinin Yaşıl Dünya Əl İşləri Sərgisi adlı layihənin artıq bağlanış tədbiridir. Sizi burada görməkdən çox şadam. Bugünə qədər mənimlə bir yol gəldiniz. Birazdan bu yol haqqında da müəyyən qədər məlumatlar verəcəm. Mən hazırda Göyçay rayon İnteqrasiya təlimli internat tipli gimnaziyanın və Malışıqlı Kənd Tam Orta Məktəbinin kimya müəllimiyəm. 14 ildir ki, artıq pedaqoji fəaliyyətlə məşğulam. İllər əvvəl müəllimlərin işə qəbul imtahanında yaxşı nəticə göstərərək Ucqar bir kənd məktəbində işə başlamışam. İlk əvvəlcə mən Ucqar rayon Qaracanlı kənd 2 saylı tam orta məktəbdə işə başladım. Ora getmək həqiqətən də çox çətin idi həmin zamana görə. Çox da gedən müəllimlər yox idi. İndi məsələn olur ki, qrup halında müəllimlər maşınla, avtobus tutaraq gedirlər. O zaman mən demək olar ki, tək müəllimlərdən idim ki, bu qədər uzaq yolu qət edib gedirdim. Və ora getmək çətin idi bu anlamda ki, hər gün səhər saat 7-nin yarısı evdən çıxırdım. 3-4 maşın, avtobus dəyişərək, bu qədər yol qət edərək gedib eyni formada da qayıdırdım. Bütün bunları mən sizə niyə danışmaq istəyirəm? Yəni, hazırda siz mənə burada qalib ki, görə bilərsiniz. Amma hər bir uğurun arxasında müəyyən bir insanın gəldiyi həyat yolu var. Yəni, heç nə asan başa gəlmir. Sən müəyyən zəhmətlər verməlisən ki, nəticədə uğur əldə edə biləsən. Və ümumiyyətlə, insanlar çətin şəraitlərdə formalaşır. Asanlıqla bir iş əldə olunanda da o qədər onun qədri bilinmir. Məsələn, ən azı dünənki situasiyadan götürsək, buradakı uşaqların o əl işlərində çox böyük zəhməti var. Kiməsə onu hədiyyə etməyə, yəni adam insan olaraq ürəyi gəlsə də orada zəhməti var deyə istəyir ki, yəni buna mən zaman sərf eləmişəm də. Mən də yəni bugünkü uğurumda payı olan həyatımda insanlar var. Ən birincisi mənə ailəm çox böyük dəstək oldu ən başından və indi də mən o dəstəyi hiss edirəm. Buradan da yəni çəkilişdən də məni izləyəcəklər, sağ olsunlar, hər an yanımda olurlar. Dünən də yəni gəlib məni dəstəkləmişdilər. İstəyərdim və layihəm haqqında yəni sizə məlumat verim. Necə oldu ki, bu layihə yarandı? Keçən ilin bu vaxtları təhsil sektorunun müdürü Rauf Məmmədov bir görüş təşkil elədi. Həmin görüşdə bizə layihə yazmaq istiqaməti barədə məlumat verdi. Mən beynimdə müəyyən bir ideyalar var idi o tədbirdən çıxdığım zaman. Sadəcə olaraq orada Rauf müəllim bir fikri mən diqqətimi cəlb elədi. Bu, həqiqətən də insanı motivasiya edəcək bir cümlə idi və düzgün istiqamətləndirəcək bir cümlə idi. Dedi ki, sən əgər layihə yazıb qalib olmaq istəyirsənsə, ətrafını izlə, oradakı problemi tam olaraq araşdır, ona düzgün yanaş və sən qalib olacaqsın. Eyni formada mən yanaşdım, baxdım ki, mən ətrafımda daha çox həssas qrupa daxil olan şagirdlər var. Onlar üçün nə maraqlı ola bilər? Təbii ki, onları sakitləşdirici, əsəb sistemini sakitləşdirən bir işdir. Və dərsdən sonra asudə vaxtlarını daha maraqlı təşkil etmələri üçün bir işdir. Və belə bir layihə ərsəyə gəldi. Layihəni çox şaxəli götürdük. Həm ətirli sabunla əl işi, ətirli şamlarla əl işi, almaz mozaikalarla əl işi və rəsimlər üzərində işlər. Hətta bizdə layihədə nəzərdə tutulmayan işlərdə biz şagirdlərlə bir yerdə etdik. Layihənin adını bir daha vurğulayıram. Ümumi Təhsil Məktəblərinin Yaşıl Dünya Əl İşləri Sərgisi artıq sondur, yekundur. Çox şadam. Burada mənimlə bir yerdə yol gələn, ən birinci, ən öndə mən dəstəkləyən Göyçay şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kollektivi. Həqiqətən də hər uğurunda bizim yəni qruplarımız var, orada məlumatları paylaşırlar, sevə-sevə təbrik edirlər. Sağ olun hər birinizə, bugün də mən yanımdasınız. Şagirdlər ən əvvəlindən sona qədər. Elə gün olurdu ki, hətta axşam saatlarına qədər biz yəni orada olurduq, əl işləri görürdük. Uşaqlar sevə-sevə qatılırlar. İlk günlərdə bizim qruplarımızda 10 şagird nəzərdə tutulurdu, yəni ən sona qədər. Günlər, amma müəyyən bir zamandan sonra 15-20-yə çatdı hətta bu sayı. Və Göyçayın əksər yerlərindən bizə qonaqlar gəldi, yəni layihəmizin iştirakçıları oldu. Göyçay rayon Malışıqlı Kənd Tam Orta Məktəbinin şagirdləri var burada, sağ olun. Səhər saatlarında da, yəni tətil ərzində o boyda yolu yəni qət edərək gəldiniz. Sonra Göyçay rayon Qarabağlar Kənd Tam Orta Məktəbi, müəllimə, şagirdlər buradadır, sağ olun. Göyçay şəhər 4 saylı Tam Orta Məktəbi şagirdləri, çox sağ olun, gəldiyinizə görə. Bundan sonra Göyçay şəhər 1 nömrəli tam orta məktəb, 3 nömrəli tam orta məktəb,
Sağ olun hər biriniz. Ümid edirəm ki, 7 nömrəli məktəbdən də bugün gələ bilməyiblər şagirdlər. Sağ olun ki, hər biriniz burada mənimləsiniz. Elə düşünürəm, layihəmiz uğurlu oldu və bir də mən bunu mütləq şəkildə vurğulayım. Bir layihənin uğurlu olması üçün həqiqətən də ən önəmli situasiya həlledici və rəhbərin bir arada, bir yumruq altında birləşməsidir. Yəni, hər bir şəxs layihəli bir tərəfə parçalaya da bilərdi. Burada uğur əldə olunmazdı. Burada 3 faktor oldu. Yəni, şagird, rəhbər və təlimçi. Yerdə o qədər gözəl uyumumuz alındı ki, və bugün məhz bu hissənin olmasının səbəbkarı məhz bu üçlükdür. Səkinə müəllimə sizə təşəkkür edirəm. Şagirdlərə çox gözəl insani davranışınıza görə, qayğınıza görə, yenə də deyirəm, yəni buradakı uşaqlar da təsdiq edə bilər öz sözləri ilə. 40 gün layihə, yəni 40 gün nəzərdə tutulsa da, müəllimlər həqiqətən də, şagirdlər də öz danışıqlarında deyə bilərlər. Yəni həftən 5 gün nəzərdə tutulmuşdu. Müəllimə 6, bazar, yəni 40 gün daha artıq günlərlə, hətta deyərdim ki, yəni dünən də qeydlənmişdim, 42 qədər yəni müəllimən burada zəhməti var, danılmazdı. Yəni gördüyümüz işlərdə müəllimən düzgün şagirdlərin istiqamətləndirilməsində ortaya çıxan əl işləridir. Ona görə sizə təşəkkür edirəm. Sağ olun, hər zaman yanında olsunuz. Sağ olun. Təbrik edirəm. Həmişə tərbiyə verəndə çalışıram deyə tərbiyə etmirəm. Çünki o nəfəs alır, canlıdır. Təbiətin də canlılığı var, bilirsiniz, özünüz kimya-biologiya müəllimi olaraq. Deməli, uğurlar sizə müəllimə, təbrik edirəm. Nə gözəl ki, bu uşaqları tanımışam. Müəllimə də davam eləsin, indi öz çıxışı ilə. Hər vaxtınız xeyir, əziz qonaqlar, şagirdlər. Mən Səkinə Mürsəlova, Göyçay şəhər 4 nömrəli tam orta məktəbin texnologiya müəllimi. Bəli, müəllimə layihə təqdim etdi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant layihə olaraq ümumi təhsil məktəblərinin Yaşıl Dünya əl işləri sərgisi Göyçay rayon Səməd Vurğun adına inteqrasiya təlimi internat tipli gimnaziyada təşkil olundu və təlimçi seçimində Saadət müəllimə məni seçərək şagirdlərlə daha həvəslə çalışaraq onlara kiçik materik bacarıqlarının inkişaf etdirməsinə kömək olacaqsan. Layihədə bildiyimiz kimi layihə 40 gün olsa da 40 gün və hər gün 2 saatla, amma biz daha çox orada çalışdıq. Nə gözəl ki, bu layihə var. Müəllimə sizə böyük təşəkkür edirəm. Həmişə uğurlarınız bol olsun. İnşallah ümid edirəm ki, növbəti layihənin davamlılığı növbəti ildə də həll edərik. Yəni, qalib olunur, davamlılığı olar və yəni, sizin fikrinizdə tutduğunuz arzuların ardınca gedərik bərabər. Uşaqlar, hər birinizə çox sağ olun deyirəm, təşəkkür edirəm. Biz birlikdə əyləndik, öyrəndik, sevildik, kiçik materik bacarıqlarımızı inkişaf etdik, açda vaxtlarımızı səmərəli keçirdik. Nə gözəl ki, sizlər varsınız. Böyüklər sizlərə də təşəkkür edirəm. Şərait yaratdınız, köməkli yetdiniz, uşaqlar bizlə bir arada oldu. Ümumi məktəb rəhbərliyinə təşəkkür edirəm ki, yəni məktəb rəhbərliyinin düzdür, nazirlik tərəfindən qəbul olmuş layihə olsa da, onlar müəyyən səbəblər ola bilər. Məsələn, orada biz ola bilməzdik, məkan olaraq dəyişərdik, amma biz məkan olaraq məktəb rəhbərliyi, təşkilatçılar kömək oldu və biz orada toplaşdıq. Bizim onu zəhmət olmasa gətirir, o qızılaylar baxsandır. Biruz bu bizim uşaqlar, bax, bu bizim layihənin, Qızıl Əllər sərgisinin, bax, bu bizim internat otağımızdır. Burada da bu yolla gələrək, burada bizim layihə boyu gördüyümüz işlərdir. Şam, sabun, bax, belə soyuducu üzərinə yapışdırılanlar, milli mənəvi dəyərlərimizə diqqət. Sonra, bax, burada gördüyümüz sabunlar, şamlar, əl işləri, bax, bunlar sizlə birgə elədiyimiz işlərdir. Biz birlikdə bir ailə olduq. Bax, bu Qızıl Əllər ailəsi. Bəli, özümüzü alqışlayar, amma əlavə səslər çıxartmayaq. Afərin bizə. Çünki uşaqlar, biz bunları sevgi ilə gördük. Qarşılıqlı, hörmətlə, sevgi ilə, böyük ürəklə.
o günümüzün, saatımızın, vaxtımızın, yəni dəqiq qoyulan vaxtdan əlavə istifadə edərək, yəni o demək deyil ki, mənə bu saat bu dəqiqə verilir. Biz amma bunu etdik. Ona görə bizə həqiqət görür. Bizə afərin. Biz nə gözəl ki, nə gözəl ki, biz varıq, birlikdəyik, bu layihəni icra etdik. Bir də mən Ən böyük təşəkkürlərimi deyim və məndən, deməli, çox sağ olun, var olun. İnşallah ümidvaram ki, burada da bizə şərait yaradılıb. Bu Gənclər Mərkəzinin rəhbəri razılıqla biz buradayıq, sərgidəyik. Bax, bu otaq bura, bu foye bizə məxsusdur. İndi müəllimə də özünün təşəkkürünü deyək. Yəni, bugün üçün bizə vaxt ayrılıb. Bizim burada o layihə boyu öyrəndiklərimizin uşaqlar, bugün biz onun satışını edib, pul qazanmaq, gələcəyimizdə özümüzə həyatda bugün burada öyrəndiyimizi uşaqlar, kiçik əllərimizlə öyrəndiyimizi, amma gələcəyinə siz normal həyatda, real həyatda olanda onu daha yaxşı formalaşdıraraq, inkişaf elətdirərək uşaqlar, özünüz üçün biznes də qura bilərsiniz. Bax, biz bugündən sizinlə o biznesdə inkişaf etdirməyə dəstək oluruq. Uğurlar. Növbəti layihənin davamında görüşürük. Müəllimə təşəkkür elədi. Mən də öz adımdan təşəkkür eləmək istəyirəm. Fərid müəllimə, Göyçay şəhər Gənclər Evinin müdürü Fərid müəllimə. 2 gün burada, yəni bir sərgidə, bir də bağlanış tədbirində bizə şərait yaratdığına görə minnətdaram. Çox gözəl qarşıladılar həqiqətən də bizi. Bir də internat məktəbinin direktoruna həmin vaxt bizdə Vüsal müəllim idi. İndi də Vidadi müəllim. Hər ikisi çox gözəl şərait yaratdı. Uşaqlar demək olar ki, məktəbin ən şirin, ən gözəl otağında bu işləri ərsəyə gətirdilər. Hər vaxtınız xeyir olsun, əziz müəllimlər, hörmətli inteqrasiya təlimli internat tipli gimnaziyanın kollektivi, müəllim kollektivi, Səadət müəllimə, hər biriniz, bura gələn bütün qonaqlar, mən də məktəbimiz adından, şagirdlərimiz adından burada çıxış edirəm, Səadət müəlliməni təbrik edirəm. Yaşıl Dünya əl işi sərgisinin qrant layihəsinin təhsildə inkişaf və innovasiyalar üzrə 8-ci qrant müsabiqəsi üzrə deməli əl işi sərgisi keçirmişdir. Səadət müəllimə çox sağ olsun. Bizim təəssüratlarımız genişdir. Mən bilmədən indi bağlantıya gəlmişəm. Məktəbə gələn vaxtı şagirdlərimiz gəlirdi deyə çox sözlərim olardı Səadət müəllimə haqqında. Çünki o həm bizim məktəbin çox bacarıqlı, savadlı kimya müəlliməsidir. Şagirdlərlə çox gözəl məşğul olur. Onlarla demək olar ki, vaxtını səmərəli surətdə keçirdir, şagirdlərin bilik səviyyəsini genişləndirir. Bununla, bundan əlavə olaraq, layihə ilə də məşğul olaraq bizim sinifin, 7-ci sinifin şagirdləri haqqında deyirəm, onlarla da bunun sərginin təşkil olunmasında çox geniş surətdə məşğul olmuşdu. Onların demək olar ki, hər gün gözəl təəssüratlarla gəlib sinifdə deyirlər, Səadət müəllimə, təlimçisi Səkinə müəllimə ilə birlikdə gözəl məşğul olublar. Bacarıqlı, burada görünən bütün işlərin deməli düzəlməsində, əl işlərinin təşkil olunmasında, layihə rəhbəri kimi, təlimçi kimi mükəmməl surətdə iştirak ediblər, başçılıq ediblər. Çox sağ olun Səadət müəllimə, təbrik edirəm. Sizin uğurlarınız bol olsun. Bundan da yüksək səviyyələrdə, ucalarda görək sizləri. Çünki həqiqətən buna layiq müəlliməsiniz, yetişdirdiyiniz şagirdlərdən də bu məlumdur, gördüyünüz işlərdən də belə gənc yaşında bu cür işlər görməyiniz bizlər üçün çox belə sevindirici bir haldır. Bir daha təbrik edirəm. Uğurlarınız bol olsun.
öncə bütün qonaqları, şagirdlərimizi salamlayıram. Mən Oktay Rəhimov adına Qarabağlar kənd tam orta məktəbinin tədris təlim tərbiyə işləri üzrə direktor müavini Nuriyeva Ülviyə. Bizi bu layihəyə dəvət etdikləri üçün Saadət müəllimə, Səkinə müəlliməyə öz təşəkkürümü bildirirəm. Dünənlərim biz bura şagirdlərimizi göndərmişdik sərgiyə. Mənim bir şagirdim Ayan, 8-ci sinif şagirdi. Bu sərgidə çox böyük göz nurundan ibarət əl rəsm sərgiləri nümayiş etdirmişdi. Göyçay şəhidlərin çəkibdi və sərgi çox uğurla başa vurulub. Və bu gün səhər-səhər məktəbə gedəndə ilk bura gələn uşaqları yığdım. Dedim ki, uşaqlar, sərgidən hansı təəssüratla gəldiniz? O qədər sevinclə, belə çox böyük təəssüratlarla gəldilər ki, müəllimə çox gözəl keçdi. Mən dünən özüm də Səkinə müəlliməyə də, Saadət müəllimə ilə də telefon danışığımız oldu. O qədər sevindim ki, uşaqlarımızın buradan xoş təəssüratla ayrılmağına. Müəllimlərə öz təşəkkürümü bildirdim ki, çox sağ olun ki, belə bir layihə irəli sürmüsünüz, belə bir sərgi təşkil etmişsiniz. Sizə uğurlar arzulayıram. Bol-bol bundan da gözəl işləriniz olsun. Çox sağ olun bir daha. Buyur. Mən öncəliklə Saadət müəlliməni təbrik edirəm ki, belə bir gözəl layihə yaratdı. Öncəliklə də mən şəhidlərimizə Allah rəhmət eləsin. Bir dəqiqəlik sükutla şəhidlərimizi yad edək. Allah rəhmət eləsin. Biz bu günümüzü şəhidlərimizə borcluyuz. Sağ olsun Saadət müəllimə şəhidlərimizi yaddan çıxartmayıb, belə bir simvol yaratdı. Şəhidlərimizin ruhunu yad etdi. Saadət müəllimə sizə də öz ürəklərimə təbrik edirəm ki, belə bir gözəl layihə yaratdı. Təəssüratlarımı bildirirəm Saadət müəllimə. Səkinə, bir də Səkinə müəllimə, özü müəllim gələ bilirsinizlər. Səkinə müəllimə də sağ olsun, əziyyət oldu. Hamımızın yanı bizə bir şey də olsa öyrətdi. Nədən öyrəndin? Mən bu layihədə əl bacarıqlarını öyrəndim, yaxşılığı öyrəndim. Ən çox hansı işlərlə məşğul oldun? Mən şam üzrə məşğul oldum. Şamı necə hazırlamaq olar? Şamı sağ olsun Səkinə müəllimə bütün ardıcıllığı ilə mənə təqdim etdi. Sağ olun, yekunlaşın. Sağ olun. Salam, mən gimnaziya məktəbinin 9-cu sinif şagirdi Gülər İsmayılovayam. Mən bu layihəyə qoşulduqda həqiqətən çox yaxşı və çox lazımlı şeylər öyrəndim. Və burada mən çox insanlar, çox şagirdlər, yəni əməkdaşlıq elədim və yəni dostlar edindim özümlə. Mən burada yəni öz bacarıqlarımı kəşf etdim, öz əl işlərimi gəlişdirdim və çox sağ olsun ki, müəllimələrimiz bizə çox kömək oldu. Müəlliməyə uğurlar arzulayıram. Salam, mən Balışlı kəndi Qafur Səmədovanın Balışlı kənd tam orta məktəbinin şagirdi Fərəcova müəlliməm. Mən bu layihə üzrə çox maraqlı əl işləri öyrəndim və bu layihədə mənə kömək edən Saadət müəlliməyə çox təşəkkür edirəm. Qeyd edirəm ki, Saadət müəllimənin uğurları hər zaman bal olar. Bu layihə mənə çox gözəl təsir edir. Mən burada bir çox bacarıqları, bir çox əl işlərini öyrəndim. Mən təşəkkür edirəm ki, Səkinə müəllimə və Saadət müəllimə bizim adımızı göylərə çıxartdı. Mən bu layihədən çox xoşlandım. Mən istəyirəm ki, bu layihə qurtarmasın. Bizim üçün çox maraqlıdır. Salam, mən Hüsnəmrənin tam orta məktəbin 4-cü sinif şagirdi Xədicə Beybutova. Mən bu layihəyə çox xoşladım. Saadət müəllimənin köməyi ilə bu layihədə rəsm çəkməyi öyrəndim. Keç.
Mən internet məktəbi Hüseyn Tarbiyedir. Mən hamıya təşəkkür edirəm. Sadət müəllimə, Səkinə müəllimə mən layihədə iştirak elədim, kömək elədilər. Mən üstümdə dayandılar. Gözəl müəllimlər. Mən hamıya da təşəkkür edirəm ki, hamı mənim arxamda dayandı. Mən hamıya təşəkkürümü edirəm. Bu qədər. Sağ olun. Məryəm Fərəcov. Ayşə Əsgərov. Xədicə Beyqutov. Ayşə Əfəndizadə. Zəhrə Qurbanov. Aynişan Həmidzadə. Aynur Həmidzadə. Gəlin alqışlayaq. Şəhriyə Qurbanov. Gəl, İbrahim'in yanında burada dur. Həsən Hüseyin. Fatibə Vəlizadə. Xumar Hüseynova. Aysun Bədəl. Ayaz Zeydi. Kamil Məlikli. Aydın Əhmədzadə. Fəridə Vəlizadə. Bunlar da alqışlayaq. Mələk Daşdemirov. Ümid İsmailov. Amin Hüdayev. İsmail Əliyev. Sahib İbabov. Hüseyin Tarbiyevi. Ayxan Şıxəliyev. Yusuf Rəhimov. Elxan Şıxəliyev. Fatimə Əliyev. Şadımə Qurbanov. Alqışlayaqlar da. Hörmətli qonaqlar, gəldiyinizə görə hər birinizə təşəkkür edirəm. Növbəti uğurlarla görüşənə dək